Canon Pictures və Global Pictures təqdim edir. Başrolda David Bradley. Amerikalı samuray. Rollarda Mark Dacascos, Valerie Trep. Bu nədir? Mühərrikin səsidir. Qorxuram. Xatası var. Əzizim, uşağın kəmərini bərkid. Rex Ryan, Melissa Hellman və John Fujoka. Howard. Howard. Qorxma, hər şey nəzarətdədir. Yanacaq gərək çatsın. Dayana, qorxma, hər şey yaxşı olacaq. Əzizim, biz niyə inirik? Yağın təzyiqi azalıb. Bəstəkar Robbie Patton. Kömək eləyin. Kömək eləyin. Biz Tokionun 300 kilometrliyində məcbur enməliyik. Tokaizan dağının arxasında. Cavab verin. Təkrar eləyirəm. Təcili kömək lazımdır. Kömək lazımdır. Baş operator David Görfingel. Kömək eləyin. Andrew, ağlama, yaxşı olacaq. Bəlkə cığıracan çatdıra bildim. Görün də. Howard, bir şey fikirləş. Senari müəllifi John Concoran. Prodüser Alan Greenwald. Rejissor Sam Firstenberg. Elə, yaxşı. Bəlkə bu cür. Yaxşı. Əla. Keyfini pozma, Drew. Sən hələ təzə başlayırsan. Görsəydi, yəqin valideynlərin xoşbəxt olardı. Sən bütün hiss üzvlərindən faydalanmağı öyrənməlisən. Onda hər hansı bir maniyə sənin öz dadına çatar. Mən axı heç nə görmürəm. Görmə hər şeydən vacibdir. Yox. Hissiyat 5'dir. Görmə, eşitmə, dad, iyi bilmə, lamisə. De görüm, indi nədən istifadə elədin? Eşitmədən? Düzdür. Amma sənin fəhmin azalıb. Samuray hissiyatının 5'indən də faydalanmalıdır. Elə olan təqdirdə onda 6-cı duyğu yaranır. Və o hər şeyi ağlın gözü ilə görüb başa düşür. Bu belə olur. Əla. Burada kimsə var. Kimdir? Kenjiro. Buradadır. Amma yaxına gəlmir. Hardan bildin? Mən onun qəzəbini duyuram. Havanı zəhərləyir. Kenjiro, yaxın gəlsənə. Ata, onunla məşğul olmağa vaxtın çatar. Ancaq mənlə yox. Elə danışma. Hər ikiniz mənə əzizsiz. Ona nə olub? Bilir ki, tezliklə sən ona tən olacaqsan. Bəlkə ondan da güclü. Təbrik edirəm. Çünki səndə samurayın 6-cı duyğusu yaranıb. Nə vaxtsa gücünü itirmiş olsan, 6-cı hissə güvən. Həyatın təhlükəyə düşsə, o duyğu səni qutarar. Sağ ol, ata.
Mənliyinə, qazandığın uğurlara, döyüşçü ruhuna təqdir kimi Sanga tayfasının qılıncı sənə ərmağan olsun. Dərslərim yaddan çıxmasın, oğul. İndi qılıncın varisi sənsən. Bundan bərabər sən qədim samuray adətlərinin davamçısı olmalısan. Ata! 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 Neynirsən? Qılıncı hansısa bir yad elliyə verdin. O bizim üçün müqəddəsdir. Sənin oğlun mənəm. Qılınc da mənə çatır. Kenjiro, mən düz seçim elədim. Qardaşın döyüş fəndlərini büsbütün öyrənib, sənsə yox. Sən qəddar düşmənlə üstün gəlməlisən. Hamısına qalib gəlmişəm. Hamısına. Təkcə özündən başqa. Andrew səndən bir baş üstündür. Nədə üstündür? Mən səni burada tikə-tikə doğrayaram. Kenjiro, qardaşım bu yaxınlarda çıxıb gedəcək. Yaxşısı budur, sən onunla barış. Elə özünlə də. Sənin oğlun mənəm. Mən sənin qanınanam. Özünü gör necə aparırsan. Keç taxsırımdan, ata. Mən səni peşman elədim. Bu barədə sonra danışarıq. İndi isə qardaşınla barış. Mənim qardaşım yoxdur. Əcdadlarımız kimi mən səndən üzr istəyirəm. Yox, sən samuray deyilsən. Sən yakudzasan. Özünü ləyaqətsiz aparırsan. Hə, elədir. Bəli, siz düz deyirsiniz. Mən yakudzayım, ata. Kenjiro, sən neynədin? Nəslimizin adına ləkəsən. Bir də səni burada görməyim. Əmrim budur, çıx get. Bədənin və ruhun təmizə çıxanda qaydarsan. Sənin umurdar qanını imdaq etməyəcəm. Hər halda nə vaxtsa rastıma çıxarsan. Onsuz da qılıncımın dalınca gələcəm. Gələcəm. Los Angeles 5 ildən sonra. Nə olub? Uşaqlar, içəri giririk. Buradır, hə, buradır. İçəri girin, tez. Tərpənin. Onu nəyinə gərəkmiş? Bu oğlan kimdir axı? Nahaq yerə ilişmişik. Burada qıfıldan başa çıxan lazımdır. Tez olun. Görək nə olur. Qonağımız varmış. Hesab elə ki ölmüsən. Sizə 2 saniyə vaxt verirəm, rədd olun buradan.
Kim gönderib sizi? Cavab ver. Ya da ömrü boyu kör qalacaqsan. Neynədin? İkisini de öldürdün. Mən bilən bu Mickey'nin o kadar da uğurlu günü değil. Qılıncı ver. Həngamə qopardın. Ne kadar ki bizi tutmayıblar, çıxaq aradan. Sen qılıncı itirdin, bizim ailənin rəmzini və öz ağlını da itirəcəksən. Saxlaya bilmədiyin qılınc sənin qənimin olacaq. Onda samuray adətlərini ləkə gətirəcəksən. Sən bizi biabır elədin, artıq gücün yoxdur. Müqəddəs qılıncı əlindən verdin. Heç bir ata qorxudan müqəddəs qılıncı əlindən verən oğlu bağışlamaz. Sən rəzilsən, namussuzsan, hörmətə layiq deyilsən. Sənin yerinə xəcalət çəkirəm. Qılınc sənə ar olsun. Qorxaqsan, qeyrətsizsən, indən belə samuray deyilsən. Yaponiyanın adını batırdın, şərəfsiz. Mənim qılıncım. Sən ölüm ağrısından ucada dayanmalısan. İçərindəki qüvvəni qorxaqlıq qurutmasın. Yadında saxla, öz ağrına üstün gəlmək 100 döyüşdə 1000 döyüşçiyə qalib gəlməkdən daha şərəflidir. Polis 3 ay tədqiqat aparsa da bir şey çıxmadı. Sonra Los Angelesli jurnalist Ed Finley zəng vurdu. Xahişi bu oldu ki, Ben Levi'nin uğrunda qurban getdiyi reportajı tamamlamaq üçün bir yerdə Türkiyəyə gedək. Daha doğrusu Finley'dən yaxa qurtara bilmədim. Finley. Mənim gecikənlərdən xoşum gəlmir. O qızdan xoşun gələcək. Ümidvaram ki, mənim ağlıma gələn eləməmisən. Hər şeydən əvvəl mənə mahir fotoqraf lazımdır. Bir-birinizlə dil tapacaqsınız. Qapının zəngi çalınır. Yəni o qızdır. Sonra danışarıq. Xoş gördük. Salam, Janet sizsiz? Mənəm. Bağışlayın ki, gecikdim. Bura yaxşıdır. Çox sağ olun. Yaponiyada çox yaşamısınız? O qədər yox. Sizin barənizdə çox şey oxumuşam. Pis deyil. Hər halda sağ olun. Orada nə vardı? Belə də, nəsil yadigarı. O nədir ki? Qılınc. Bu sorğu-sual İstanbulacan davam eləyəcək? Ola bilsin. Yaxşı ki, xəbərdar elədiniz. Mən başqa fotoqraf axtarıram. Xeyr, sizlə mən gedəcəm. Finliyə deyərəm. O demişdi ki, siz yemək bişirməyi də bacarırsınız. Çin mətbəxindən xoşunuz gəlir? Hə. Yaxşı. Nəsə sifariş eləyin. O, Lütfən o sosu verin. buyur. Təşəkkür. O mənim dostum idi. Həm də çox yaxşı müxbir. Xardalı da. İsrailli idi. Hə, Levi. İran körfəzində bir yerdə olmuşduq.
Qovluqda onun şəklidir. Yox, ərəb şəhzadəsinin. Livay onun ölümünü araşdırırdı. Deməli, şahzadəni doğrayıblar. Livay da belə güman eləyib ki, siz bir şey öyrənə bilərsiniz, hə? Hə, Niyə? çünki şahzadə qılıncla öldürülüb. Qılıncla? Adi qılıncı olmayıb. Şəkli göstərin. Bu saat. Xoşunuza gəlməz. İlahi. Nahar vaxtı baxmasaz yaxşıdır. Şəkillər çox aydındır. Kim çəkib? Türk polisi. Livay şəkilləri satın alıb. Bu şahzadədir. Livayı da o cür öldürüblər. Hə, Başa düşmürəm. Niyə buna qoşulmusunuz? Bir şey ki öhdəsindən polis gəlmir. Siz hardan? mən istəyirəm Livayın yarasını görüm. Niyə? Elə belə, baxım da. Siz nəsə gizlədirsiniz. Heç nə gizlətmirəm. Bəzi şeyləri açmaq tezdir. Gəlin yığışaq. Yaxşı. Bir dəqiqədən sonra mən hazır olacağım. Olsun. Qulaq asırsınız? Hə, hə. Eşidirəm. Yaranı görəndən sonra qatili tanıyacaqsınız. Elə döyüşçülər var ki, qılıncla imza atır. Həqiqətən buna inanırsınız? Janet, o sənətdir. Qatillik sənəti zəhləm gedir. Düz 15 saatı səfih və nadan fikirlərə qulaq asıram. İstanbul. Nadan fikirlər? Bilirsiniz ki, mən axlıyam. Bəlkə mumlayasız, biraz dincəlim. Qılıncı niyə özünüzlə götürmüsünüz? Səni götürməkdə səhvim var. Dürü, bu qılıncdır. Necə olsa silahdır. Gömrükdə çox əziyyət çəkəcəyik. Əziyyət çəkdiniz, qutardı, getdi. Az qala həbsə düşmüşdük. Hamısı da sizin üzünüzdən. Düşmədiniz ki. Başa düşmürəm, bu məsələyə qarışmağınız mənə çatmır. Mənim öz marağım var. Sizə də söz çatdırmaq olmur. Hələlik səbriniz olsun. Səbrim necə olsun ki, öz ayağınızla həbsə gedirsiniz. Məni güldürməyin. Ağzınızı bağlasaz yaxşıdır. Bəlkə bir şey öyrənərsiniz. Kimdən? Sizdən? Mister Dahi. Drew Collins və Janet Ward. 2 nömrə. Bağışlayın, sir. Bir nömrəmiz boşdur. Qalanları tutulub. Ola bilməz. Mən 2 nömrə sifariş eləmişəm. Əla gedişdi Kazanova. Sizlə bir otaqda qalan deyiləm. Mənim belə şey ağlıma gəlməz. Əlbəttə. Yadınızda saxlayın. Mən sizi məcbur gətirməmişəm. Sizi mənə sırıyıblar. Sırrayıblar. Qadınlardan niyə qorxursunuz? Yaxşı. Əla. Gedin. Bəlkə münasib otel tapa bildiniz. Xeyr, elə şey yoxdur. Mən şəhəri tanımıram. Baş müxbir mənəm. Nömrə mənim adımadır. Haqqını mən ödəyirəm. Bəlkə bunun üstündə küsüşməyək. Aydındır. Siz vəziyyətdən istifadə eləmək fikrindəsiz. Nə olar? Sonra nə? Polisə düşəcəksiniz? Zəhləmi tökdün. Sən də mənim. Janet, mən özümü lap evdəki kimi hiss eləyirəm. Arxayan ol. Məni demək olar ki, görməyəcəksən. Razıyam. Lap yaxşı. Buralar heç də pis deyil. Necə? Biz ayrı yaşayarıq. Şübhəsiz, qapını döyməmiş girib çıxan deyiləm. Onsuz da çıxmısan. Ürəyindən yataq otağı sənindir. Şeylərimi oradan yığışdıraram. Zəhmət çəkmə. Elə bu cür özünü çəkib oturacaqsan, yoxsa məndən polisə gedirsən? Siz polis deyilsiz, türk də deyilsiz. Qovluğu niyə sizə göstərməliyəm? Amerikalısınız ona görə? Ona görə ki, qatili tapa bilərəm. Elə isə bildiklərinizi qoyun ortaya. Mən də elə buna çalışıram. Bilmək istərdim, mənim şübhələrim özünü doğruldur ya yox. Gərək şəkilləri görüm. Livay necə ölüb? Əvvəlcə sizə məlum olanı danışın, sonrasını mən özüm bilirəm. Elə şey yox. Mr. Collins, biz burada sıçan pişik oynamırıq. Ya bildiyinizi danışacaqsınız, ya da mən sizə həbsxanaya salıram. İkinizi də. Möhtərəm rəis, bilirsiniz nə var? Əbəs yerə bizə kömək eləməkdən imtina eləyirsiniz. Məsələnin üstü açılsa... Az danış. Əla şıxdır. Bu... Siz məşhur olacaqsınız. Times, Newsweek, People News qabığında şəkliniz çıxacaq. Bu yasaqdır. Bir dəqiqə, qoy şəklinizi çəkim. Əntiqə çıxacaq.
Yaxşı, bəsdir. Birində çəkim, orada dayanın. Xahiş edirəm. Kencero. Yasaqdır. Ehtiyatlı olun, kameranı sındırarsınız. Burada gərəkli şəkillər var. David Hasselhoff. David Hasselhoff da bu işdən bağlıdır. Yox, yox. Kapitan, bağışlayın ki, çərçivədən kənara çıxdıq. Bura gəlmişik ki, sizə yardım göstərək. Köməkçinin davranışına görə üzr istəyirəm. Əmin olun ki, belə şeylər bir də təkrar olunmaz. Lap yaxşı. Gələn dəfə mən sizi birbaş kameraya salacağım. Həmişəlik orada qalacaqsınız. Anladınız? Əlbəttə, kapitan. Sağ olun ki, bizi qəbul elədiniz. Sizə bir məsləhət verim, Collins. İstanbulu yaddan çıxarın. Çıxın gedin Türkiyədən. Rədd olun öz evinizə. Express filmini görmüsünüz? Bəli. Onda məni başa düşərsiniz. Bəli, çox səfih və əlindən iş gəlməyən qızdır. Əksinə əlindən iş gəlir. Neynədiyini bilmir. Özü də polis məntəqəsində. Sağ ol. Sən də sağ ol. Dayan. Yaxın gəl. Ölüxana şəkillərini gördün. Qatili tanıdın. Bir fikrim var. Sabah onu sübuta yetirərəm. İndi isə gəl yataq. Gecdir. Ne? İlahi. Yuxuda gəzirsən? Nə olub? Yuxunu qarışdırmısan? Bağışla, oyatdım səni. Bəlkə sözün var. Yox, çox sağ ol. Əgər istəyirsənsə səndən qalaram. Rü, çox gərginsən. De görüm nə olub? İzahı çətindir. Xatirələr səni rahat buraxmır. Ona görə həyəcanlısan. Elə bilirdim tək öhdəsindən gələrəm. Supermenlər, bir də sarsaqlar belə fikirləşir. Sən ki sarsaq deyilsən. Supermen də deyiləm. Niyə ki? Yaraşıqlı oğlansan. Öp məni. Yoxsa səndən zəhləm gedər. Mən uşaq olanda ata-anamla təyyarədə səyahətə çıxdıq. Yaponiyada dağların üstü ilə uçurduq. Birdən nəsə oldu, təyyarə düşdü. Və nə üçünsə yalnız mən qaldım. Sonra özümə ata saydığım ustad Sanga təyyarənin qırıqları arasından məni axtarıb tapıb. Ondan arvadı məni öz doğma oğulları Kencero'dan ayırmayıblar. Kencero. Kencero'ya nəsə olub? Yaxşı sualdır. Hə, Kencero'ya nəsə olub? Mükafat əl çatmaz məbləğə yetişib. 120.000 dollar. Cənablar, sizlərdən biriniz onu cibinə qoyacaq.
Daha mərc qoşan yoxdur. Qalib bir nəfərdir. Qoy döyüş başlasın. Bizim çempionumuz Kenjiro Sanga galib geldi. Məğlub edilməz çempion, ölüm saçan böyük qəhrəman. Kenjiro'nun ölüm saçan qılıncına kimin şübhəsi var? Samuray 6-cı duyğuya hakim olsa, onun bədəni və ağlı bütövləşəcək. Zərbəni əvvəldən eşidəcək, öz düşməninin taleyini idarə eləyəcək. Hər şeyi ağlının gözü ilə görəcək. Collins, sənin bu şəkillərinlə əməlli başlı qazanmaq olar. Sən samuraysan, hə? Səninlə danışmaq olar. Drew. Bəlkə danışaq. Nədən? Nə barədə? Qardaşın haqqında. Qardaşımdan? Demədin axı o buradaymış. Dəqiq bilmirdim. Axı niyə onu qatil sayırsan? Mən Levi'nin yaralarını görmüşəm ona görə. Drew, onu hər hansı bir adam öldürə bilərdi. Onu qılıncla doğrayıblar. Elə zərbələr var ki, onları ancaq qılınc ustası indirə bilər. Hər ustanın da öz xətti var. Hardan bilirsən o sənin qardaşındır? Yapon Türkiyədə nə gəzir? Axı o Yakudzodur. Ola bilər. Yəqin Triyək alverinə qurşanıb. Levi isə ona görə öldürüblər ki, Ərəb şahzadəsinin nəyə baş qoşduğunu öyrənib. Bəlkə də şahzadə Tiryəklə məşğul olmayıb. Yenə nəsə var. Nə var axı? Bilmirəm. Amma təhqiqatı hardan başlamağı bilirəm. Məşhur qəlyanaltıdır. Şahzadə burada olub. Hətta onu görənlər də var. Gəl belə eləyək. Sən onları inandırmağa çalış. Yaxşı, çalışaram. Evladım buraya gelir misin? Tabii. Tabii. Çok teşekkür ederim. Sağ olun. Bana içkim verir misin? Ey gözəl, mənlə gedək. Gedək, peşman olmazsan. Ey, çıx ged evinə. Bir dəqiqə dayan. Sənə bir şey demək istərdim. Bilirsən, ştatlarda belə bir adət var. Biz şərqliləri tikə-tikə doğrayıb, onları yeyirik. Uşaqlar, əl saxlayın. Dayanın, gəlin söhbət eləyək. Məsələni qəlizləşdirməyin. Yaxın gəlin. Görək bacarığınızı göstərə biləcəksiniz ya yox.
Türkiyədə ehtiyatlı olmaq lazımdır. Çox minnətdarım. Necə bilirsiniz, bu adam quldurdu? Əlbəttə, mən üçün işləyir. Amma sən əla döyüşçüsən, Drew Collins. Mənə nə qulluq? Mən bilən siz bir qulduru da tanıyırsınız, Kenjiro Sanga. Onu axtarıram. Bəlkə elə ona görə polisə baş çəkmirsən. Burada xəbərlər tez yayılır. Dostlar arasında. Sanga dostunuzdur? Ola bilər. Ondan söhbətim var. Əzizim, o Kenjiro'nu görmək istəyir. Hə? Neynək? Görsün də. Dayanın. Dayanın bir dəqiqə, dayanın. Tələsməyin. Drew, sən ona neynədin? Drew, onu hara sürüyürsünüz? Yeri görüm. Deyin görək nə olub? Neynəmək fikrindəsiz? Bəlkə ağzını bağlayasan. Meydan 1-ci gün. Bildim ki sənsən. Yəqin qılıncı tanıdın. Qətli də. Sən mənim qılıncımdan qorxmursan? İndi həmin qılınc əsl sahibinin əlindədir. Yuxarıda meydandır. Orada ölünəcən vuruşurlar. Xanımlar və cənablar, bizim tamaşaya xoş gəlmisiniz. Gecə dünyanın hər yerindən döyüşçülər təşrif buyurub. Siz ən baxımlı tamaşalardan birini izləyəcəksiniz. Bəli, çoxunuz təzə olduğunuzdan izin verin oyunun qaydaları ilə sizi tanış edeyim. Heç bir qayda yoxdur. O hardadır? Harda olmalıdır orada, mən də. O qılınc səninki deyil. Nə ləyaqətə görə, nə də ki, hansısa bir başqa qaydaya görə. Dedim axı gələcəm. Gəldim də. Elədir. Niyə özün gəlmədin, muzlularını göndərdin? Sənin ölkən Yakudzaya düşməndir. Maraqlıdır, niyə? Nə bilim, niyə? İndi isə xanımlar və cənablar, bizim şoumuz başlayır. Bəli. Mən indi buradayam, İstanbulda. Yəqin sənin heç ağlına da gəlməzdi. Niyə ki, eşitmişəm. Harda tiryək var, Yakudza oradadır. Əvvəlcə hə. Sonra şef məni bu oyunlara qoşdu. Özümdə bir naqislik də gördüm. Qətl ehtirası. Mən kamilliyə çatmalıyam. Döyüşçülərdən ən dahisi olan Miyamoto Musashi kimi. Döyüşdə 67 adam öldürdükdən sonra o əmin oldu ki, ustalığı kamildir. Kenjiro, Miyamoto 16-cı əsrdə yaşayıb. Özü də sonralar anladı ki, kamillik öldürmək yox, öldürməmək bacarığıdır. Heç kimi döyüşə məcburən çıxarmırlar. Pul qazanmaq istəyən çoxdur.
Təəccübləndim, məni çox tez tapdın. Mən səni başladığımız nöqtəyə qaytarmaq istəyirəm. Atamızın yoluna. Atamızın yoluna? O heç vaxt sənin atan olmayıb. Sənin də həmçinin. Gör nə gündəsən. Onsuz da sənin seçimin yox idi. Mütləq gəlməliydin. Sənin taleyindi. Elə bil göydən mənim həyat cığırıma atıblar səni. İkimizdən birimiz qalmalıyıq. Taleyin hökmü belədir. Sənə lazım olan bax budur. Əla qılıncdır. Çox yaxşı qılıncdır. Kencero. Gərək mütləq vuruşaq. Meydan, ikinci gün. Burada nə baş verir? Niyə qapını üzümə bağlamısınız? Yum ağzını, bəs sual verdin, sarsaq. Ağzını açır elə sual verir. İt oğlu it. Bilirdim səni tapacam. Mənəm Harrison. Collins. Drew Collins. Sən məni ölümdən qurtarmısan. Doğrudan mı səndən vuruşmağa məcburam? İncimə Harrison. Bilmirsən biz hələ düşmüşük. Əlbəttə ki yox. Bəzən mükafat burada milyon baksa çatır. Mənim kimi avaralar qanuni yolla bu qədər pulu hardan qazana bilər? Heç harda. Bu meydanda adamları öldürürlər. Fürsət düşmüşkən qaçcanını qutar. Bilirsən, əvvəl-axır mənim yolum belədir. Utsam, Tahitiyə çıxıb gedərəm, udmasam heç bir problem yoxdur. Burada idman zalı varmış.
Əməlli başlı idman zalıdır. Bu oğlan nə ilə məşğul olur? Uşu ilə. Çinləndir. Mən bilən o öz silahını itirmiş olsa, meydandan getməlidir. Düzdür? İtirəcəyi təkcə silah olmayacaq. Həyatını da bir dəfəli itirəcək. Nə danışırsan? Hərəkətə qənaət elə. O əbəs yerə güc itirir. Qalib belə şey eləməz. Gərək evdə daha çox məşq eləyəydim. Cənablar, bir dəqiqə qulaq asın. Rəqibləri seçməyin vaxtı yetişib. İrəli çıxın və nömrəni götürün. Ey, nəhəng, çəkil qırağa. Məndən gələn qadını görməsəm, döyüşən deyiləm. Təşkil eləyərik. Əvvəlcə sən nömrəni seçməlisən. Ondan sonra baxaq, görək nə inirik. Nömrəni götürürəm. Amma yol yoldaşımı görməsəm, döyüşən deyiləm. Kefinizə baxın. Zəhmət çəkməyəsiz deyə bizim nökərlər sizin mərcləri yığacaq. Buyurun, qəlyan alt eləyin. Burada olanların hamısına salamımız var. Ən çox pul qoyan adam hər raundun başında hədiyyə alacaq. Arada gəzən qəşəng qadınlar qulluğunuzdadır. Yadında qalsın, samuray 6-cı hissdən faydalanmağı bacarır. Zəngin səsini onu vurmamışdan qabaq eşidəcəksən. Zərbəni də həmçinin. Öz ağlının gözü ilə görəcəksən. Hoş gördük, Qarilla. Silahın anı? Üzr istəyirəm. Səni bağışlamışam. Bıçağın anı bəz, ay uşaq. Nə ilə vuruşacaqsan? Ayıb da olsa. Haramla vuruşacağımın sənə heç bir dəxli yoxdur. Diqqət. Əla. Birinci döyüş başlayır. Fang Su və Xin Yi. Buyurun. Xanımlar və cənablar, indi isə gecənin birinci döyüşü. Çindən olan iki usta, Mr. Fang Su və Mr. Xin Yi. İkisi də əladır. Hər ikisi silahda kamildilər. Kimin üçün pul qoymağınız sizdən asılıdır. Amma xəbərdar eləyirəm ki, kimi seçməyinizdən asılı olmayaraq, mərcin dəyəri 10.000 dollardır. Bəli, xanımlar və cənablar, meydanda həyat heç də ucuz deyil. İncimə dostum, mən gərginliyi azaltmağa çalışıram. Döyüş başlayır.
Məncə Ksin inin deməyə sözü vardı. Ancaq rəqibi ona ağzını açmağa imkan vermədi. Fan Ksu qalib gəldi. Çinli yaxşı rəqs eləyir. Sənin gözün qorxdu. Ona görə pis döyüşdün, oğul. Samuray ölümün gözünün içinə dik baxır. Təhlükə ilə üzləşəndə sevinir ki, ölməyə imkan yaranıb. Ölümünü axtaran adam döyüşə girəndə qorxusuz döyüşür. Elə də onun düşməni öz ölümünü tapır. Meydan 3-cü gün. O dəniz qulduruna bax. Bir gözü də kördü. Bəlkə elə mən onu seçmişim. Ona bel bağlama. Niyə ki? Körlük hələ acizlik deyil. Niyə? Əgər o rəqibi belə tələsik nəticə çıxarmağa məcbur edirsə, deməli burada nəsə var. Yadında qalsın, sənin 6 hissin var. Birini itirmiş olsan belə, işlər çətinləşir. Əgər düz məşq eləsən. Ağlın gözü ilə sən görünməz şeyləri görəcəksən. Eşidilməz şeyləri eşidəcəksən. Döyüşdə tayın bərabərin olmayacaq. Bu gecə sizi əyləndirmək üçün biz Kiçik Asiya sahillərindən qorxunc bir dəniz quldurunu, Mr. Ed Harrison'u gətirmişik. Amerikanın donuzu, yaxın gəl. Bilirsən ki donuzsan? Donuzsan, donuz, donuz. Ağzını təmiz açsan yaxşı olar. Xanımlar və cənablar, Mr. Harrison bugün çox xeyirxahdır. Onun rəqibi özünü düz aparmır. Ona görə də Amerikalı o bir raunda keçir. Ola bilər onun taleyi usta döyüşçünün əlindədir. Bilirsən, mən Taitdə olmuşam. Sənə deməliyəm ki, orada maraqlı heç nə yoxdur. Başa düşmürəm, sən burada nə edirsən? Bu məndən ötürü axırıncı imkandır. Lars və Collins. Mən o qadını görməyincə döyüşən deyiləm. Hər şey təşkil olunub. Sən onu meydana çıxanda görəcəksən. O qızı axtarıb tap. Yeri, get. Məni hara aparırsınız? Qalx ayağa və sus, yeri.
Yeri. Hər şey yaxşı olacaq. Mən buna əminəm. Burada nələr baş verir? Qorxma, heç nə yoxdur. Yaxşısan? Yox. Gərək buradan çıxıb gedəydik. Tələsmə, gedərik. Döyüşdən sonra. Səni yaralamazlar. Collins, bəsdir. Sənin rəqibin meydana çıxır. Mən getməliyim. Özün elə istədin. Bilirdin ki, bura düşəcəksən. Başqa yolum yoxdur. Niyə? Başa düşməzsən. İzah elə. Harry, Nə? Harry. Bu öhdəlikdir, borcdur. Məndən nə asılıdırsa yerinə yetirməliyəm. Haqlısan. Mənsə başa düşmürəm, hə? Collins, vaxtı. Xanımlar və cənablar, İsveçdən olan Lars Olsen öz rəqibindən İsveç masası yoğurub yapıb. Bugün özgə bir ziyafət gözlənirmi? Hər şey yaxşı olacaq. Elə bilirsən mənə qalib gələcəksən? Xanımlar və cənablar, bu Mr. Collins'dir. O məxsusi dəvət alıb. Öz şərəfini qorumaq iqtidarındadır. Yaxşı papaqdır. Döyüş başlayır. Başın ağrıyır? Belə necə? Çox pis öyrənirsən. O qızı rahat bırakın, yoxsa döyüşü saxlayıram. Dedim axı, bıraxacaqlar. Nə vaxt? Collins, məlumun olsun ki, sən onun da, özünün də həyatını təhlükəyə atırsan. Udussam da o qız buradan sağ çıxmayacaq. İmkan yaradaram bizi öldürəsiz. Ancaq bir qəpi də qazanmayacaqsınız. Kencero'ya deyin. Söz verirəm. Janet'i bırakın, mən də döyüşüm. Deyərəm. İsveçlini öldürməsən, səninki gətirməyəcək. Ara yerdə mənim biznesim batır. Çox şadım. Harrison, sırada sənsən. Düşmənim kimdir? Kenjiro. O Yapon it oğlunu gətirin görüm. İştirakçılar bir sıradan çıxır. Meydan qızışır. Bu dəfə Ed Harrison vuruşur. Ümidvarıq ki, keçən dəfəkindən daha yaxşı vuruşacaq. Bəlkə ürəyi yumuşaqdır.
Onun rəqibi Yapon Kenjiro Sanga'dır. Şərq qərblə görüşür. Görək kim qalib gələcək. Gel görün. Elim gecişir. Gel göreyim. Gel. Vuruşacaksan ya yok. Gel üstüme görün. Gel görün, gel. Yine galip Kenjiro Sanga oldu. Hanımlar ve canablar, Kenjiro artık 643 bin dolarlık mükafata yakındı. Oğlum yadında kalsın, yenmezlik senin özündedir. Zayıflik rəqibdədir. Meydan 4-cü gün. Məni görmək istəyirdin? Niyə axı məni öldürməyəsən? Narahat olma, Andrewsan. Yəqin ki, vaxtı çatanda öldürəcəm. Bunu yaddan çıxart, Kenjiro. Qorxdun? Həmişə məndən qorxmusan. Səndən yox, sənə görə qorxmuşam. Qorxmuşam ki, indi gördüyüm günə düşəsən. Yolumdan saxla məni. Saxlaya bilmərəm. Özün dayanmalısan. Səninlə döyüşməyə fikrim də yoxdur. Onda qılıncımın kəsərini o qızın başında sınayacam. Dədə-babadan əsrlərlə bu cür rəftar olunub. Yakudzo yox. Samuraylar. Kenjiro. O qızı bura qatma. Bu bizim söhbətimizdir. Salamat qalsan, o qız da sağ qalacaq. Drew. Bağışla. Belə eləmə, Drew, axmaqlıqdır. O dayanan deyil. Mən də sona yetməliyəm. Qulaq as. Sən hansısa borc barədə fikirləşirsən, ancaq həyat bahasına olmaz. Janet, söhbət olub qutarıb. Kimə borcum var axı? Özümə. Atama. Məni tərbiyə eləyib ki, kodeksə baş əyim. Gülməlidir. Kodeksə əməl eləyəcəksən, belə çıxır ki, öləcəksən. Janet, sağ qalmağın yeganə yolu budur. Drew, xahiş eləyirəm. Döyüş başlanır.
Gecbəsər məni istəndirmə. Qalib gəlmək üçün Sunov gedirsən. Qaçdı tutdu bəsdir. Olsun. Drew, yadından çıxmasın, sən samurayın 6-cı hissini qazandın. Əgər qüvvəni itirsən, 6-cı duyğuya inan. Həyatın təhlükəyə düşən kimi 6-cı hiss dadına çatacaq. Fanqsu, sən Kenjiro'ya düşmüsən. İndi isə məxsusi döyüş. Bu insanların hər ikisi bir yerdə 50-dən çox adam öldürüb. Rəqiblərini heç vaxt sağ buraxmayıblar. İkisi də öz qüvvəsini bizə sübut eləyib. Çempionlara layiq döyüş olacaq.
Samuray şöhrət camından su içən kimi öz qüvvəsini itirir. Belə olmasa, ox öz yayından çıxana qədər onu havada görür. İldırım kimi çevik, göy gürültüsü kimi möhtəşəmdir. Hə, həlledici gəlib çatdı. Olanları sən belə qurmusan, hə? Nəyi qurmuşam? Püşkləri, Kusu onunla döyüşdü və axıraq mən qaldım. Kenjiro özü belə istəyib ki, axıra sən qalasan. Xahiş elədi ki, döyüş vaxtı bunu giyəsən. Döyüş nə vaxt başlayır? Tez deyinən. Kusunun ölümündən sonra biz meyidi yuyub təmizləməliyik. Samuray ölümü qəbul eləyir. O təhlükə ilə üz-üzə gəlsə sevinər ki, ölməyə imkan yaranıb. Öz əcəlini gəzə-gəzə vuruşar. Mən neyniyim, ata? Mənim heç bir seçimim yoxdur. Qorxuram, ata. Hər bir insan kimi sən də taleyin od alovundan keçməlisən. Qorxma. Qismətin səni bura gətirib çıxarıb. Keçmişə boylanma. Gələcək barədə fikirləşmə. Ağlını bir yerə yığ. Nə olar, olar. Xanımlar və cənablar, meydanımız fəxrlə Kenjiro Sanganı və Drew Collins'i sizə təqdim edir. Bu döyüşə pul qoyanlar çoxdur. 610.000 funt sterlin, daha doğrusu 1 milyon Amerika dolları. Bu qeyri-adi döyüşdür. Hər iki döyüşçü Yapon dağlarında qardaş kimi bir yerdə böyüyüblər. Bilirəm ki, kişi kimi sənə söz vermişəm. Axıra qədər döyüşməliyəm. Kenjiro, qoy qılınc səndə qalsın. Döyüşü təxirə sal.
Adam öldürdüyüm bəsdir. Öldürmədiyim bircə nəfər qalıb. O da sənsən. Söhbət qılınçdan getmir. Hamı bilməlidir ki, bunun ustası kimdir. Atama sübut eləməliyəm. Səni seçməkdə səhv iş görüb. Ən yaxşı döyüşçü mənəm. Məndən özgə heç kim. Kenjiro, sən əla vuruşursan. Bunu sübuta yetirmisən. Atama yox. Hələ səni öldürməmişəm. Dünyaya sübut eləyəcəm ki, sən mənim nəslimə və samuray adətlərinə layiq deyilsən. O səfih qoca onda başa düşəcək ki, xərifliyib. Sonra onu da öldürəcəm. Drew, 6-cı hiss yadında qalsın. 6-cı hissi xatırla. 6-cı hissi unutma. Ağlının gözü ilə gör. Drew. Sənin ağlın kördür. Drew. İrəli Kenjiro. Qalx.
Sən məni öldürməlisən. Öldür məni. Samurayın xilası budur. Yox. Ya deli. Hələ də qorxursan? Onda bunu mən özüm eləyərəm. Seçim sənindir. Çox təəssüf ki, biz qardaş ola bilmədik. Sən keçmişin göy gürültüsuna, indinin ildırımına tab gətirdin. Gələcəyin küləyinə etibar elə. Qoy ağlının gözü sənə yol göstərsin. Her şey bitti duruyor. Gide eve.